Çinin 2000 metrik ton tutumuna malik hidrogenlə işləyən ilk gəmisi Guandun əyalətinin Caogin şəhərində suya buraxılıb. Bu, ölkənin hidrogenlə işləyən böyük çay gəmilərinin müstəqil inkişafında irəliləyiş olub. Az24 xəbər verir ki, Guandun Yuntao Hidrogen Enerji Texnologiyası tərəfindən Çin Dövlət Gəmiqayırma Korporasiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanan və inşa edilən Yuntao nömrə 1 gəmisinin uzunluğu 70 metr, eni 14 metr, kruiz məsafəsi isə 760 kilometrdir. China Daily qəzetinin məlumatına görə, gəmi tək bir səfərdə təxminən 140 konteyner və ya filiz, kömür, taxıl da daxil olmaqla ekvivalent topu yük daşıya bilər. Yuntao Hydrogen Tech şirkətinin vitse-prezidenti və gəmiçilik şöbəsinin rəhbəri Cui Chaiyunun sözlərinə görə, gəmi genişləndirilmiş məsafə üçün litium-ion batareyaları ilə birləşdirilmiş 3 ədəd 260 kilovatlıq hidrogen yanacaq hüceyrəsi generator dəstindən ibarət və tamamilə yerli olaraq hazırlanmış dəniz yanacaq hüceyrəsi sistemi ilə işləyir. İntellektual enerji idarəetmə mexanizmi və çoxqatlı hidrogen sızmasından qoruma sistemləri tam işlək vəziyyətdə sıfır karbon səviyyəsini, səs-küyün və çirkləndirici emissiyaların minimuma endirilməsini təmin edir.